Həftəlik bürclər 5 maydan 12 maya doğru Oğlaq Boğa qız bürclərini nələr gözləyir? Birinci Oğlaqlardan başlayaq. Oğlaqlar əslində qalsa bu həftə belə deyim, zamanı çox gözəl şəkildə idarə edə bilərsiniz. Zamanı yüksək formada aktivləşdirə bilərsiniz. Çünki şansınız, uğurunuz, özünüzü göstərməyiniz və belə deyim, maddisal baxımından hər tərəfdən özünüzü önə çəkə bilərsiniz və lazım olduğunuzu, vacib olduğunuzu bildirə bilərsiniz. Həftə ümumi olaraq uğurlu bir həftədir. Sadəcə bu həftə elə bir vəziyyətdə olacaqsınız ki, daxili təklifinizdə çox olacaqsınız. İnsanlara daha çox sevgi istəyəcəksiniz, daha çox diqqət istəyəcəksiniz. Daha çox belə deyim də öz daxili tarazlığınızı qarşı tərəfə doğru yönləndirməyə çalışacaqsınız ki, bəzi nüanslarda kör kimi rəftar edəcəksiniz. Amma həftə uğurlu bir həftədir. Çünki zamanı da idarə edəcəksiniz. Özünüzün qəfəs vəziyyətdən çıxmış bir nüanslarınız da var. O qəfəs vəziyyətli nüanslardan da çıxacaqsınız. Maddisal sferanızda döngəsini aktivləşdirəcəksiniz, sosialınızı düzəldəcəksiniz. Sadəcə ən böyük problem bilirsiniz nədir? Beyninizin susmaması. Zamana doğru beyninizdə elə bir nüanslar var ki, o daxili təklikdən çıxa bilməyəcəksiniz, o yarımçıqlıqdan çıxa bilməyəcəksiniz və o yarımçıqdan çıxa bilməməyiniz sizin özünüzü dəyərləndirməyiniz və özünüzü gücləndirməyinizlə bağlı boşluqlara salacaq. 71%-ə qədər Oğlaqlar həftəvizi uğurlu edə bilərsiniz. Sadəcə olaraq bəzi narahat olan məqamlar, bildim də, ayaq sisteminizdə və sağ tərəf hissənizdə sinirsel olaraq bəzi narahatçılıqlarınız olacaq. Onların qarşısını almağı məsləhət görürəm. Buğalara gələndə isə buğalar bu həftə sizi nələr gözləyir? Buğalar bu həftə yalan, dəngəsizlik, egoistlik, ümidsizlik, hər şey sizdə var. Yəni bu həftə elə bir vəziyyətdəsiniz ki, sanki bu həftə kaşa bir vəziyyətindəsiniz. Özünüzü stabilləşdirmək, özünüzü dəngələşdirmək, ümidinizi elə bitirəcəksiniz də. Yəni buğalar bu həftə belə deyim də, bəzi buğalar bəzi yalanları açacaq üstünü, bəzi yalançılıqları, xəyanətləri, yarımçıqların üstünü açacaqlar və maddisal dəngəsizliyini də aktivləşdirəcəklər. Ailə ilə bağlı ayrılma, boşanma, qərarlarınız, parçalanma, iş qərarlarınız olacaq ki, bu uğurlu bir məqamda deyil. Bunları düzəltməyi bacarmazsınız. Hər şeyə qarşı negativ olmağınız, hər şeydən bir negativ götürməyiniz, tam istədiyiniz formada güclənməyiniz deyil. Sürətiniz normadan çoxdur. Sürətinizə, addımlarınızı, danışığınıza və hərəkətlərinizə buğalar fikir verməlisiniz. Yalanın dövriyyəsi kuruğa sizi aldığı üçün bir balaca analiz etməyiniz daha yaxşı olar. Ümumi dəyərləndirsək, 66-68%-ə qədər buğalar həftəviz uğurlu ola bilər. Maddisal gələcək sizə. Sadəcə həftədə siz stabil olmayacaqsınız. Yəni həftədə bir gün ağıllı, bir gün belə deyim də hər şey boş yanaşan məsuliyyətsiz bir insan formasında olacaqsınız. Qız bürcünə gələndə isə qız bürcü bu həftə maddiyyatınızın qəpiyinə qədər idarə edirsiniz. Çünki bu həftə maddiyyatla qədər elə bir uyğunsuz bir vəziyyəti olacaq ki, tələsdiyinizi, lazımdan çox israf etdiyinizi, lazımsız sözlər dediyinizi, özünüzü lazımsız formada aktivləşdirməyiniz, belə deyim də, şans və uğurlarınızı zamana doğru boşluğa aparmağınız sizi bir balaca nəfsinizin qulu elə bilər. Yolla, məsafə ilə, maşınla bağlı bəzi problemləriniz ola bilər. Hər şeyi idarə etməyə bacarın. Və bir balaca bu həftə qulağınızı, belə deyim də, aldığınız məlumatlarla yox, özünüzün beynində düşündüyü məlumatlarla analiz etməlisiniz. Çünki bu həftə elə bir vəziyyət olacaq, sanki aldığınız məlumatlarla insanları mübahisəyə salacaqsınız, insanlara mübahisəyə girib, özünüzü haqlı olmağa, amma haqsız olduğunuz halda haqlı olmağa çalışacağınızı qız bürcləri göstərəcəksiniz. Evrenin bu həftə göndərdiyi şans var sizə, o şansı görə bilsəz, belə deyim də, insan olaraq, güclənmə olaraq, aktivləşmə olaraq həmin şansdan istifadə edərək maddisal ən çox da şansınızı gücləndirə bilərsiniz. Sağlamlıqla zaten sinirsel olaraq, nevroloji olaraq problemləriniz var. İçinizdə olanları insanlarla bölüşməyi bacarmalısınız. Ümumi dəyərləndirsək, sizdə də elə 69-70%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz qız bürcləri.